Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Bu rubrikamızda sizə üstünlük nişanlarının sonuncusu 2.7 qarşıdan hərəkətə nisbətən üstünlük nişanı barədə danışacağıq. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim edir. 2.7 nişanı yolun dar sahəsində sürücünün qarşıdan gələn nəqliyyat növlərinə münasibətdə üstünlüyə malik olduğunu bildirir. 2.7 nişanı qarşılıqlı keçmənin çətinləşdiyi və ya mümkün olmadığı dar yol sahələrində həmin yerin 2.6 nişanı qoyulan tərəfinin əks tərəfində, həmin sahənin bilavasitə qarşısında quraşdırılır. Deməli 2.7 nişanı varsa, həmin sahənin əks tərəfində mütləq 2.6 nişanı olmalıdır. 2.6 nişanda 2.7 nişanı kimi qarşılıqlı hərəkət olan süni qurğularda, yəni tunellərdə, körpülərdə, estakadalarda və s. dar yerlərdə hərəkət hissəsinin eni 6 metrdən az olduqda, dar sahənin hər yeri və əks tərəfi aydın göründükdə quraşdırılmalıdır. Dar sahənin hər yeri və əks tərəfi aydın görünmədikdə, həmin yerdə ya qarşılıqlı hərəkət qadağan edilməli, ya da hərəkət növbəlliyi svetoforla və ya nizamlayıcı tərəfindən tənzimlənməlidir. Dar sahədə eniş və ya yoxuş olduqda 2.7 nişanı yoxuşa doğru hərəkət olan tərəfdə qoyulmalıdır. Çünki belə yerlərdə yoxuşa doğru hərəkətlə nəqliyyat vasitələrinə üstünlük verilməlidir ki, onlar dayanmalı olmasınlar. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim etdi. Və əziz sürücülər, bu məlumatda nəzərində çatdırım ki, məhdudiyyətli şəxslər üçün ayrılan parklanma yerlərində yalnız əlilliyi olan şəxs tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilər. Azparking mobil tətbiqində onlar üçün nəzərdə tutulan yerlər göy rənglə göstərilir. Əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş parklanma yerlərini zəbt etməmək, onların müstəqil hərəkət etməsi, həyatlarını asanlaşdırması baxımından çox vacibdir. Qaydalara riayət etməklə ictimai nəzakət və hüquq pozuntularının qarşısını almağa kömək etmiş oluruq.